Ay şöşü, deyirdim bu stadiondan kimsə nə mi torpaq almaq istəyir, nə eləmək istəyir? O yoxdur, bu səsi gəlir. 14 nömrəli oyuncu Rəşad. Adını çək qulağını bu. Oy, salam aleyküm. Salam Hoş aleyküm. geldin Ayşe şey, hoş geldin Şamil müəllim. Necəsiniz, nə var, nə yox? Çok sağ olun, var olun. Yaxşı olasınız. Deyirsən bizim futbola gəlmisiniz. Yo, eşitdik ki, bizim təzə işlətdiyimiz bu qəbristanlıqdan nəsə yer götürmək istəyirsiniz, nə ayırmaq istəyirsiniz. Biz qulluğunuzdayıq. Gəlmişik, nə lazımdır hər bir şey deyin, biz onu yerinə yetiririk. Şamil müəllim, ürəyimdən dediniz. Aha. Bir fikrim var ki, indidən özümə qəbristanlıqda bir yer götürün. Sıxır. Özümə gözəl, möhtəşəm bir başdaşı qoyun. Adıma layiq. Həm də bu yucudur, molladır, kimdir. Onların da pulunu indidən verim ki, sabah öləndə bir problem çıxmasın. Düzdür, tamamilə düz buyurursunuz. Müəllim, çox üzr istəyirəm, yəni dəqiq siz sabah ölürsünüz. Yox Ayşe şey, məsəl üçün dedim, müsəlmanın sabahı. Misal üçün deyir də Ayşə ki, sən də ki, eşidirsinizmi Ramiz müəllim? Deməli, bizim qəbristanlıq Azərbaycanda analoqu olmayan bir qəbristanlıq. VIP bir qəbristanlıqdır. Özünüz bilirsiniz ki, Şəmi ilə Şöşü hansı işin qulpundan yapışırlar, o işi çox böyük məharətlə biz yerinə yetiririk. Ona görə də indi işlətdiyimiz bu qəbristanlıqda kasıblar üçün yer var, varlılar üçün yer var, orta təbəqə üçün yer var. Yəni bölmüşük də biz orada. Torpaq var, misal üçün torpaq fərqləri var orada. Üzü dənizə, üzü günəşə, üzü nə bilim başqa yerlərə baxan, zibilliyə baxan qəbirlərimiz var. Ona görə istəyirəm ki, siz özünüz gələsiniz. Mütləq. Yerlərə baxasınız. Çünki belə deyək də, yəni ucuz yerlərimiz də var, bahalı yerlərimiz də var. Adıma layiq yer olsun da. Təbii ki. İndi orada belə pis çıxmasın, siz uzanacaqsınız da, mən uzanmayacağım ki, düzdür. Yəni gəlin, uzanın, baxın, razberinizi götürək, ölçünüzü götürək, hər şeyi yüksək səviyyədə həll eləyək. Bir də bir şey deyim ki, deməli, bizim qəbristanlıqda, əgər siz oradan yer götürürsünüzsə, bu cənazənin götürülməsi, bunun kartejdə gətirilməsi, misal üçün maşınlara qara lentlərin bağlanması, indi istəyə asılıdır da, indi biz onu güllə də bəzəyə bilərik, qara güllərlə də bəzəyə bilərik və gəlib torpağa tapşırılması pulsuz şəkildə aparılır. Yəni bunu biz bonus şəklində sizə hədiyyə edirik. Çox gözəl. İndi siz indi Allah eləməmiş. İndi hamı bu dünyanı tutub durmur ki, rəhmətə getdiniz, sizi çiynindən aparmırlar. Bu 6 nəfər tutub olmadı elə oldu belə, kimisə çiynindən yerə düşürsünüz. Allah eləməsin, Allah Sonra 3 eləməsin. dəfə qaldırıb qoyanda indi qulpu qırırlar birdən belə dəyərsiniz yerə. Heç narahat olmayın. Bizim bütün rəhmətə getmiş cənazələr hamısı sığortalanır. Nə danışırsınız? %100. Maşallah. Hər şey həll Çox gözəl, çox bəyəndim. Belə eləyək. İndi bir neçə dəqiqədən sonra oyun başlayır. Oyun bitən kimi mən işimi qurtarıb, gəlirəm düz qəbristanlığa, orada bütün məsələləri həll edərik. Çox danışdıq. Sağ olun, çox sağ olun. Gözləyəcəyik. Çox şadam ki, mənə müraciət etdiniz. Sağ olun. Oldu müəllim. Sağ olun. Gələndə kabloklu əqqaf geyimin ki, o qəbrin razmerini ölçmək rahat olsun. Sağ olun, var olun. Oyna oyna oyna, elleri kaldır havaya. Oyna oyna oyna, sen de oyna durma. Oyna oyna oyna, elleri kaldır havaya. Oyna oyna oyna, sen de oyna durma. Mən sənə min dəfə demişəm ki, bu teritoriya mənimdir. Bu xəttdən o tərəfə gəlmə. Gəlib mənim ölülərimə gizgin şeylər oxuma, cadu eləmə, küf, puf. Mənimdir. Buralar mənimdir. Başa düşdün? Çıx bayra. Sen hardan gelip girmişsen benim teritoriyama. Sen gelip girmişsen nerede? Sen gör. Heç vaxt. Sən girmişsən. Ayıbdır ha. Nə oldu bana? Yekə kişisiz, ağsaqqal adamsız, kimiz də mollasız. Dava verirsiniz. Ayıbdır ha. Dava vaxtıdır. Hə? Dava vaxtıdır. Nə dava? Mən deyirəm. Sən bax bu kərtənkələ başlı. Mən judoya getmişəm, karateye getmişəm. Heç gəlməsin. Şərəf nə qədər? Bu davaya girişənə pis sövüş var. Heç kim girişməsin. Gəl səni. Ağzını həll edelim. Bu davaya giriş. Dolaşma. Aksaqqal. Ölüm, vallahi ölüm. Bəsdirin, ağsaqqal. Ay kişi, utanmırsınız bu ağsaqqal kişilər sizlərə burada davam edirsiniz. Şəmi, gəlib girib mənim ölülərimə oxuyur, şeylər oxuyur. Lazımdır, onlar mənlikdir. Mənlik gəlməsin. Sen hesle bilmirsen, sen okula bilmirsen. Hadi bir yavaş. Hadi yaxşı aksaqqal. Aksaqqalına saqqalına bığa yaraşdır da bu. Şəmi, bir də görürəm ki, biri-birinə tap. Səni, eşitirsən, necə bölüşdürmüşük? Buradan o tərəfə sənindir, bu tərəfə də ağsaqqalın. Bəli, gəlməsin, gəlir mənə tapdalı azıq verir. Ayağını qoyur qaçır. Şöşü, sabahdan buradan bir dənə sərhəd çəkilsin. Başa düşdün? Gəl. Baxarsan, sən cavab eləyəcəksən. Belə şey olar, hə. Biz gedib
ev qəbristanlıq götürmüşük. Bunun bu qədər arendası var. Mən aylıq bu qədər arenda verirəm. Şöşü, sən bu belə şeyləri nəzarət et. Klient gəlib mənə şikayət edir ki, ay sənin qəbristanlığında nə bilim servisin zəifdir, nə bilim molla pis-pis işlər görür orada, nə bilim daş sexində işləyənlər belə eləyir, moykada işləyənlər belə eləyir. Olmaz belə, olmaz. Bütün bunların hamısına nəzarət etmək lazımdır. Biz zahamata yaxşı, qəşəng servis göstərməliyik. Bu birisinə bax hələ. Adını molla qoyub, ay ağsaqqal, gedib o birisi molla ilə heç sənə yaraşar dava eləyirsən, nə bilim əlbayaxa çıxırsan, şillə atırsan, kubiki götürüb başına çırpırsan, yaraşar. Kim də molla? Odur molla. Elə mollalar bütün günü gəlir qəbirlərin üstündə ərəb dilində anekdotlar oxuyur, gizgiz şeylər oxuyur orada. Elə mollalar, hə? Ağsaqqal, güya sən nə oxuyursan, sən də gedib Füzulinin qəzəllərini oxuyursan da. Zato məndə heç olmasa ağlamalı şeylərdir. Anekdot gülməlidir. Qəbirstanlıq gülmək yeridir. Bəs tutar, bəs Olmaz, başqa cür olmalıdır. Gəlib anekdotlar, axırda da gülür hələ. Gülür! Nədə? Burada şən müəllim danışır, bozarırsan, ağsaqqal düşürsən. Sən əlindən bir dənə qəbir daşının üstündə nə səməni qalır, nə konfet qalır, nə gül qalır. Hamısını daşıyıb aparırsan. Kim? Yığmırsan bizi boğaza buradasan. Şər atmayım üstümə maşenliklər. Mən heç nəyə əl dəymirəm. Gül, mül, nəyimə lazımdır gül? Mən uca neçə vaxtı, bəlkə də bir aydan çoxdur qızla zadla görüşmürəm. Neynirəm gülü? Sənə bağışlayacağam. Neynirəm gülləri? Faktla danışıram, faktla. Mətanətin verilişinə hansı müğənni çıxır, gül çələnci gedir. Mən gülü görən kimi tanıyıram, hansı güldür. Bütün qəbristanlığın gülünü yığıb çələnc edib yolluyorsan ateyə. Neyim? Show bizneslə mən dostam. Show bizneslə çoxlu dostlarım var. Gül göndərirəm, jest eləyirəm, ad günlərinə gedirəm. Onlar gəlir, pislik eləmirəm ki. Güldür də, gül göndərmək olmaz. Nəysə, ağsaqqal, səsini atma başına. Başıma düşdü səsin. Fəlakət. Mən nədir? Səni qoyduq ki, daş sexinə. Mən nəsən? Sən nə? Başqa fəlakət var burada. Mənim getməyə bildim mən nəsən. Buyur. Səni qoyduq daş sexinə ki, sən orada işləyəsən. Özün də dedin ki, mən o vaxt universitetdə bunu oxumuşam da, yəni bilirəm daş sexini nətər ayırmaq lazımdır, daşları nətər yonmaq Mən lazımdır. deyəcəm. İşə götürmək demişsən. Mən nə xəbərim yox. Niyə klient gəlib mənə deməlidir ki, fəlakət orada hərfləri səhv yazır baş daşların üstündə? Niyə sən Şıxlarov Samiri götürüb yazmısan? Şıxlarova Samirə Tofiq qızı. Niyə? Mən yazmışam. Sən yazmısan. Niyə? Onu bilirsən niyə? O kreativ ideyaydı da. Bu Şəmi, bu Samirin qohumları gəlib ağlayıb eləyirdi axı, Samir ölüb axı. Bunlar ağlayıb eləyəndə Reski belə başını qaldırır, görüb Samirin yerinə Samirə yazılıb. Reski gülmək tutur da, çirkin adamı gülmək tutur da. Elə bil ki, mən ab-hava yaradıram da, belə şov ab-hava yaradıram. Bizdə ağıl yoxdur ki, o işi bu şey. Şirin, sən də orada bax, sən kimi mızıldama. O boyda yüzüxananı vermişik sənə ki, işlədəsən, bir pul qazanasan. O nə hərəkətdə yığmısan cavan uşaqlara, qızlara, sadə 20 manatdan sağ ol adından verirsən. Ola yüzüxananı yoxsa sağ ola. Ayşəmi, mən neyim? Ölən yoxdur axı. Ölən yoxdur. Mən də oranı sağ ola pardon eləyirəm. Məsələn, pardon yoxudum, belə isti. Hələ ürəyizə tutsunlar oradan ora. Bu kişilərdən idi. Giz, məni də oyun çağırırdı gəlçim. Yaxşı, bəsdir, düzəməli. Bir də. Bəli, Ramiz müəllim. Bəli. Elə biz buradayıq, Şəmi ilə elə o yeri seçirik sizə. Gəlin, gözləyirik. Oldu. Ay Şəmi, bu stadiondakı o qışqıran kişi yoxdur, səsi çıxmışır. O gəlir yerə baxma ha. Jurnüklet gəlir, jurnüklet. Eşitirsinizmi? Hərə gedir öz yerinə. Öz yerinizi tutursunuz. Biz o dediğimiz klient var idi ha, pullu klient. Biz ondan gəlirik indi. Qəbristanlığa. Şimdi mən sizdən podcast biz həmin torpaqda Şəmi ilə gözləyirik. Gəlin buradayıq. Oldu. Eşitirsən o satılmayan yerler var idi, bizdə 300 manatlıq. Altından kanalizasiya patlamamışdı, o iyi gələn torpaq. Mən onlardan sırayacağım ona. Sən sakit dur da, sakit dur. Özün danış. Heç nə danışma, başa düşdün, heç bir şey. Salam, eşq olsun. Nətərsiz Ramiz müəllim? Nətər keçdi oyun? Yaxşı oldu? Qalib gəldi. Həyatımız zengin oldu işte bizim komandaya. Təbrik edirik, təbrik Ramiz edirik. müəllim, sizə dediyimiz torpaq buradır. Özü elə belə torpaq deyil bu torpaq. Bu torpaq bax yayda sərin, yoldan uzaq, 1 qram səs, küy, belə şeylər yoxdur. Maşallah. Ağca qanat, ditdili, mitdili, milçək, belə şey olmur yayda. Nə danışsan? Ağac qanatdan qorxanam. Əsl sizin. Sağlığımdan qorxuram. Ramiz müəllim, bax, təmiz hava, gölə bax, bəh, panorama göl. Mənzərə. Burada yayda bir dənə hava olur. İnandırım size, adam özü istəyir, yeri qaçsın girsin yerin altına. Kondisioner lazım olmayacaq. Heç zat lazım deyil, burada hamısı öz qaydasına gedir. Bu torpaq dosta, qardaşa qismət olası torpaqdır. Sağ olun, var olun. Yaxşı. Bu torpağı mənə neçə verəcəksiniz? Neçə deyəndə ki, Şəmi. Müəllim, siz kreditlə istəyirsiniz, nağd istəyirsiniz? Yox, Şəmi müəllim. Adım sanım var. Kredit nədir?
Biraz ucuz verin, nəqd götürün də. Nəqd olsun, soğan olsun. Onda belə eləyək də, bax, gedin. Bu yaxınlarda nə qədər qəbirstanlıq var, hamısına maraqlanın, soruşun. Əgər bundan ucuz torpaq tapsaz, gəlin mən burası havay verirəm. Yox, canım, Gəlin bax, özü ehtiyac verin, mən sizi yox. bura Yox, havay yox. verirəm. Dur bax, şöşünü. Sənin mənim qardaşım, ehtiyac yoxdur. Aha. Qiymətinizi deyin, götürək. Şu. Qiymət, Soğan olsun, nəqd olsun. Hə, siz indi Qırağadan görürsünüz ki, bizim dostumuzsuz. Qiymət 10 min verərsiniz raşot olaraq. Hə, Nə danışırsın? 10 min. Quru torpağa 10 min. Hə, 10 min də indi qiymətlər. Yox, sən belədir. mənim. Neysə, bu torpaq xoşuma gəlmədi. Gəlmədi? Bəlkə bir başqalarına da baxaq. Yaxşı, gedək, gedək, gedək başqasına da baxaq. Torpaq var, bura gəlmədi, o birisine baxın. Ay, xoşu gəlmiş, bak, gördüğünüz bu qabaqdakı torpaq. Buyurun Ramiz müəllim, buyurun. Mükəmməl. Müəllim, bax, o dediyim yer buradır. Buyurun, Bir baxın, bura, görün bax, nə bax. tərdirsə, özünüz seçin. Yaxşı, bu yerlə o yerin fərqi nədir? Pa, bu yerlə bir əvvəla görürsünüz ki, bu qəşəng zabura salınıb. İkincisi, bax, köşü, göstər müəllimə torpağı. Müəllim, bax, qırabel. İkincisi, bax, bax. Görün necə bərəkətli torpaqdır. Bax, bu torpaq o qədər bərəkətlidir ki, armaturu bastırırsan, buradan Novostroyka bitir. Bax, sizi elə bir torpağa gətirmişəm. Burada, yəni digər yerlərlə buranın fərqi odur ki, bu torpağa 24 saat ərzində isti soyuq su, qəşəng buranın üstü zadı örtüləcək. Toz, torpaq, Mansard. bəli, yağışı var, qışı var. İstəsəniz sizin adınıza burada bir bulaq da eləyərik. Nə danışırsınız? Belə bir şey. Sağ olun. Burada, yəni bu ərazidə ilk olaraq biz fikirləşmişik bunu. Burada Wi-Fi zon eləyirik. Kodu da yalnız mərhumun yaxın qohumlarına verdik ki, Qırağadan Çox gözəl. girib buradan gecə olur da gəlirlər, kino yüklüyürlər, nə bilim pis saytlara baxırlar, eləyirlər. Sonra burada deməli qəbrin içində ventilyasiyon sistemi olacaq. Hansı ki, gün ərzində 4 dəfə qəbir ventilyasiya olunacaq. Yəni natəmiz iylər, qoxular oradan çəkiləcək və plus biz burada nə qayırmışıq? Bu ətirli pıs-pıslar var ha, 10 dəqiqədən bir pıs. Ondan da quraşdırmışıq ki, qəşəng rahat olsun. Yaxşı, bu torpağı mənə neçə verəcəksiniz? Müəllim, bax, biz alversiz ad deyirik. Əlimi də xeyirli uzadım, bu yeri hələ bu qiymətə verməmişik. 30 min ver, götür, всё. Nə danışdın? 30 min baha deyil. Mənə Wi-Fi zad lazım deyil. Biraz qiyməti aşağı sal götürüm. Ay müəllim, dünyanın işini bilmək olmaz. Olmadı elə oldu belə. Birdən qəbirdə ayıldın, riski girirsən internetə, yığırsan evə Skype-a. Gəlin məni çıxardın bu qəbirdən. Hə, yerində qulağı var, 25 ver götür. Ay şu 25-dədir, 25 bu bura qiyməti var axı. Ay 5 cibimdə qulağı. Ay, nə Mənim cibimdə tanışım. olacaq? Yaxşı, dalaşmayın. Qoyun mən gedim o biri qiymətlərlə də maraqlanım. O Olar. qiymətləri də həll edim. Gəlib oturuq bu məsələləri də həll edərik. Yaxşı, Oldu, danışdıq. Sağ ol. Gedin maraqlanın gəlin. Ay şu buranın qiyməti 30 mindir, buranın. Ay, nə oldu yenə? Şu paltarlı adam qaçır yenə də. Nə oldu yenə sənin gözünə ahbab? Niyə mənim gözümə dəymir axı? Hara qaçdı o yenə də. Ay mən dəli olacağam, köş mən dəli olacağam. Ay, qəbirstanlığa gəlib qorxumsan, gəl. Demişəm gecə kinolara baxmadan ha. Sən nə qorxaq adam olmuşsan. Yeni gözünə bax.